Salam uşaqlar, bugün də cimlə işləyirik və bizim mövzumuz составление рассказа по картинкам. Şəkillərə görə deməli biz hekayə tərtib etməliyik. Birinci, cimin cavabını özün göstərirəm uşaqlar. Cim necə yazır? Утром мама и Самет пошли на рынок. Səhər anam və Samet deməli bazara getdi. Им нужно было купить овощи для обеда. Nahar üçün deməli tərəvəz almalı idilər. На рынке они купили разные овощи, положили их в корзинку. Bazarda deməli müxtəlif meyvələr, tərəvəzlər aldı və səbətə qoydular. Dima Так, дома Самет решил приготовить вкусный салат. Evdə də Samet qərara gəldi ki, bir tatlı salat hazırlasın. Сначала он положил овощи в миску и хорошо вымыл их под краном. Birinci deyir ki, o tərəvəzləri yaxşı-yaxşı yudu. Затем он налил в овощи растительное масло və sonra da tərəvəzlərə deyir ki, yağ tökdü. Belə. Deməli, bu Cimin öz cavabıdır. Tak. Cimin öz cavabıdır və mən də bu şəkildə yazdım. Утром мама и Али отправились на рынок, чтобы купить овощи для обеда. На рынке они выбрали разные овощи, положили их в корзину. Когда они вернулись домой, Али решил приготовить вкусный салат. Он сначала вымыл овощи под краном, а затем положил их в миску и добавил rastительное масло. Yəni, tərcümə eynidir. Uşaqlar, prosto burada уже struktur dəyişirdi. Ona görə bu şəkildə yazdım. Belə, yəni bir də deyirəm ki, məsələn, Səmərd ya da Əli yerinə başqa ad da qoya bilərsiniz. Bax, bu şəkildə yaza bilərsiniz. Sağ olun, görüşərik.